Deyir ki, uşaqlar, sualda deməli deyilir ki, ABC üçbucağının B və C bucaqlarının tən bölənlərinin kəsişmə nöqtəsindən, yəni baxın gördüyümüz ki, bu B nöqtəsindən çıxan tən böləndir və bu da C təpəsindən çıxan tən böləndir. Kəsişmə nöqtəsindən üçbucağın AB və AC tərəflərini uyğun olaraq M və N nöqtəsində gördüyümüz kimi kəsən B və BC-yə paralel düz xətt çəkilmişdir. Həmin bu M-in düz xətti BC-yə də paraleldir. İndi bizə deyir ki, uşaqlar, verilib MB 5, NC 6, bizdən həmin bu M-nin uzunluğunu. Görün nə sadədir əslində. Görün necə edirik. İndi uşaqlar, biz bilirik ki, bu tərəf bu tərəfə paraleldir və bunu bizə şərtdə verib. Əgər paraleldirsə, mən buradan baxın bir Z qaydası çıxardaram. Biz bilirik ki, keçmişdik bunu. Z qaydasında həmin bu künclərdəki bucaqlar bir-birlərinə bərabərdir. Yəni bura betadırsa, elə burada betadır. Bu belə. Görün bu tərəfdə də bir Z qaydası çıxardaram. Baxın, buradan gəlir, burada və belə. Bir dəqiq çəkin, baxın. Belə. Bir Z qaydası da burada. Uşaqlar, burada alfa əgər bura alfadırsa, künclərdəki bucaqlar elə burada alfadır. Bəs indi bu alfa, betalar mənə nə verəcək? Əgər burada ki, mən bu kiçik üçbucağa baxsam, indi o üçbucağı göstərirəm sizə. Baxın, bu üçbucağa baxsam. Uşaqlar, tərəfləri beta, daha doğrusu bucaqları. O zaman bərabər yanlı üçbucaqdır. Yəni, yan tərəfləri bərabərdir. Çünki oturacağına bitişik bucaqlar bərabərdir. Onda bu hissə nə olacaq? 5. Çünki bərabər yanlıdır axı. Bax, belə düşünün. Bax, belə bir üçbucaqdır. Betadır. Burada betadır. Bu tərəf 5'dirsə, bu tərəf də 5'dir. Bu aydındır mı? Aha. Uşaqlar, bir də buradakı üçbucağa baxıram. Gördük. Buradakı üçbucağa görə isə görürük. Baxın, alfa. Bura 6'dırsa, burada 6'dır. Bitdi. Elə məndən istənilən göz önündə. Bizdən həmin bu M-in bucağını istəyir, tərəfini istəyir, M-in parçasını. Uşaqlar, bir tərəfi 5'dir, bir tərəfi də 6'dır. 5 üstə gəl 6, cəmi olacaq 11. Kim başa düşmədi?